Bu adamın enerjisi bitmir. Axşama qədər gəzir, yorulmur. Məsələn, toya dəvət eləyirlərsə, bu toyun axırına qədər oynamaq istəyir. Evdə bekardırsa, qoşur musiqini, başlayır oynamağa. Saatlarca evi dərindən təmizləyə bilər. Qıraqdan baxanda sən onun yerinə yorula bilərsən. Yuxuya ehtiyac hiss eləmir. Gündə 3-4 saat yatır. Ondan çox yatanlara da tənbəl kimi baxır. Tez-tez danışırlar və çox danışırlar. Və ya səbəbi olmadan deyib gülməyə başlayır. Aktivliyi hədsiz dərəcədədir. Riskli işlərə girir. Çoxlu alış-veriş eləmək istəyir. Vəziyyətə, maddi durumuna baxmadan pul xərcləyir. Bunlarda qorxu hissi çox az olur. Bəzən də həssaslıqlarına görə çox tez-tez dalaşa bilərlər. Çox təhlükəli maşın sürürlər. Beyninə tez-tez ideyalar gəlir, nəsə yeni bir işə girişməkdən danışır. Bir sözlə, kənardan baxanlar başa düşürlər ki, bu adam özündə deyil. Həyat tərzi belə aktiv olmaq, az yatmaq sağlamlığına da ziyanlar verə bilər. Ona görə bunlar çox vaxtı baş ağrılarından şikayətlənirlər. Bipolyar pozuntusu 2 dönəmdən ibarətdir. Nə qədər ki maniyada sevinci yüksək hiss edirsə, eyni o qədər də depressiyası ağır olur. Bu problemi olan adamların siqaretə, spirtli içkilərə bağlılığı və ya məsələn kofein kimi içkilərə asılılıqları daha yüksək olur. Partnyorları, həyat yoldaşları onların cinsi ehtiyaclarının çoxluğundan şikayətlənirlər və təbii ki, bu da xəyanətə gətirib çıxara bilər. Tez-tez danlanırlar deyə planları, qərarları adətən gizli şəkildə alırlar. Ailələrinə, yaxınlarına, dostlarına demirlər nə etmək istədiklərini və böyük yanlış qərarlar verə bilərlər.